Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, 1996-cı ildə torpaq payı getdi, yəni pay torpaqlarında bizim kənddə dədə-baba deyərək torpaqlar tutulmuşdu deyə və o cümlədən yaxşı torpaqları imkanlı adamlara satmaq üçün bəzi işbazlar hara daş qaya idi, oralarda ölçürdülər. Həmin yaxşı yerlərə başqa kənd sakinləri qıraq kənar şəxslərində əsasən kəndçilərin pullarına ərazilər düşdü, kasıblərə daş qaya düşdü. Sənətdə demək olar ki, 51 sotla verilməli idi. Kəndimizin əhalisinin sayına əsasən 29,58, heç 30 sot da eləmir, 30 sot götürək, 30 sotdan verildi. Əsasən demək olar ki, çox insanlara torpaq düşmədi. Məsələn, yəni torpaqlar satın oldu. Yəni alqı satqıdan daha artıq gizli yollara, qara yollara getildi. Məsələn, həmin dönəmdə bizə bax bu torpağı ta deməli o başdan deməli görsədəcəm. Bu torpağın demək olar ki, baxın, buralara kimi verdilər. Bax, buralara kimi verdilər bu torpağı. Bax, aşağılar görürsən, bu döyüş qayanı verdilər. Mən neynirəm bu torpağı? Nədir? Hesab düzəldirdilər ki, o hesabda əsasən yəni yaxşı yerləri satmaqdan ötürü, dollara satmaqdan ötürü, Amerika puluna satmaqdan ötürü. Məsələn, bu bizim kəndin içərisində olsaydı, kənddən kənardır. Evimə yaxın olsaydı, evimizə, yəni ata evimə yaxın olsaydı, neynə? Buranın pay torpağının belə qumluq daş olan yerində, məsələn, kənd yerində ev yeri almaq istəyirsən, bu deyir dədəmin yeridir, o deyir nənəmin yeridir, o birisi deyir yorba-yorumun yeridir. Nəysə, sözüm onda yox. Kənd yerində başa düşmürlər ki, bu torpaq dövlətə məxsusdur. Deməli, hal-hazırda, məsələn, orada olsaydı, yəni heç kəslə torpaq davası münaqişəsinə girməzdim. Deyərdim, veriblər, Allah köməkləri olsun. Yarısı əkinə yararını, əkinən kimi, bağ kimi bağ eləyərəm. Qalanına da ev yeri açaram. Yəni, xəst əlilləri var, yəni onlar üçün gələcəkdə pis vəziyyətdə qalmaz. Bu çöl sahə, yəni kənddən kənar çöllükdə, biyavanlıqda mən bu torpağın kvadratın, nə bilim, hektarın nəyimə lazımdır məhsul vermirsən. Nəsə, oyunbazlıqlarından sonra, hiləgərliklərdən sonra kəndimizin başına gələn müsbətdir. Ona görə buradan Azərbaycan Respublikasının bütün aidiyyəti qurumlarına buradan müraciət edirəm. Bakı Şəhər Salma Xəritə Komitəsi var, Rester xidməti var, dövlətlər arasında, kəndlər arasında, rayonlar arasında deməli xəritə çəkmə komitəsi var. Bunların rəhbərliyi var və onların idarə etmə nəzarəti var. Kənd Təsərrüfat Nazirliyi də tapşırıq verilməlidir. Elə etməlisə, əkinə yararlı yerlərdə insanlara torpaq verilməlidir, nəzarət olmalıdır, analiz olmalıdır ki, və kənd təsərrüfat malına, mülkünə, məsələn, bir buğda xarab çıxarsa, o buğda satıla-satıla, gedə-gedə toxumluğa səpri xəstəlik yarada bilər. Bütün ölkəyə ziyan vura bilər. Yəni, kənd təsərrüfat nazirinin burada öz nəzarəti olmalıdır. Bu torpaqla bağlı, amma yoxdur. Amma hal-hazırda bizə verdilər bu torpaqları, görürsünüz. Bax, bu torpaqları verdilər. Bax, bu qayaları mən neynirəm? Bax, mən neynirəm? Ona görə mən indiki heç kəsə, yəni bu sözümü kamil etməyim, indiki yəni yerli bələdiyyələrdə kimi yoxdur. Mən Azərbaycan Respublikasının prezidentindən xahiş edirəm, İlham Əliyev cənablarına və Mehriban xanımdan xahiş edirəm, artıq dərəcədə xahiş edirəm ki, Yardımlı rayonun Separati kəndinin torpaqları 1937-ci ildən qalan az miqdarda torpaqları qonşu kəndlər arasında torpaqlarımızı tapşırıq verilsin. Kənd cəmaatımız ona görə keçir ki, dava-dalaş olmasın deyə. Yəni, hamı ilə dava-dalaş olmasın deyə ki, hamı qohum əqrəbədir. Kənd nə deməkdir? Hamı bir nəsil deməkdir. Tərk edir, gedir. Hal-hazırda deməli
bizim kəndin ərazi bütövlüyündə iri buynuzlu malqara üçün, xırdabaş qoyun keçisi üçün otlaq sahəsi ayrılsın və kənd cəmaatı da şəhərə getməsi üçün yəni qayıdıb gələr, hərə 5-3 qoyun alar, otarar. Çünki torpaq çatışmamazlığımız vardır. Torpaqlarımız düzgün bölünməyib. Torpaqlarımız düzgün bölünməməyinə görə əsasən də bizim torpaqlarda çətinlik oldu. Görürsünüz, çərkələrə baxın. Çərkələr bax. Burada məhsul götürmək olmur. Çərkələrin göz qabağındadır. Uçmasında görürsünüz. Görürsünüz. Çərkədən mümkün deyil. Ona görə ki, bax mənim bax bu qədər torpağı verib, boyuzdu. Baxın, mənim sənətdə torpağımı bununla, qumla, daşla, əkinə yararlı olmayan yerlə gəldi və mən isə əkmişəm o tərəf. Hələ orada məhsul zəifdir. Bax, yəni canlı da göstərəcəm, baxarsınız. Baxın, reallıqda baxın. Baxın. Baxın, buğdanın boyuna, buxununa baxın. Burada qalan buğdaların, baxın. Bax, buğdanın boyuna baxın. Hələ bura kimi gəlir, buğdanın boyuna baxın, görürsünüz. Bax, boyuna baxın bunu. 50-60 sant. Bax, burada da bax, məhsulü, bax, fırlandı buradan, belə indi bu qədər yerdən oldu heç nə. Heç nə də, heç nə. Qara dənə, toğucudaysan, necə deyim, yer. Yəni, bu boyda əziyyətin, bu boyda işin qabağında olur heç nə. Ona görə ki, pay torpaqlarımız düzgün bölünsün. Kənd yerindən, rayon yerindən kimsə iş dalıcaq gedibsə Bakı şəhərinə, xaricə, həmin adamlar əgər 3 il müddətində kəndində qayıdıb, yaşamırsa, torpağın əmisi, dayısı, oğlu əkirsə, bu məsələ qadağa qoyulsun. Əgər kəndçi kəndi tərk edib, şəhərdə özünə məskunlaşdırıbsa, deməli, torpaqları həmin adamların adından doğma belə qardaşım ola, torpaq keçsin bələdiyyənin fonduna. Biz kəndçilər, yəni kimin ehtiyacı var torpaqla bağlı, fermerlə bağlı, bələdiyyədən torpağı alsın, icarəyə götürsün, rahat şəkildə əksin, becərsin, o sahəsi eləsin. O cümlədən də demək olar ki, həmin kəndçi qayıdıb kəndində, ata yurdunda və qayıdıb desə ki, mən də torpağım, o zaman geçsin bələdiyyə ona, bələdiyyənin torpaqlarına, ayrılmış torpaqlarına ona ev yeri də versin, pay torpağı da versin, yaşayacaqsa. Əgər özü için ev tikirsə, ev yeri versin. Amma kəndi tərk edib gedən adamların burada torpağına deməli, əlindən alıb verirsin bələdi. O zaman torpaqlarda nə qədər genişləmə olacaq, boşalma olacaq və inkişaf da olacaq. Məsələn, gediblər şəhərə, əmi oğlu, dayı oğlu, bibi oğlu, xala oğlu, hərə götürüb özü orada bir nəfər burada onun torpaqlarının otunu satır özü üçün, otun yığır özü üçün, əkin əkir özü üçün. Kənddə də ehtiyacı olanlar əkə bilməməsi üçün kəndi tərk edir. Bu ehtiyacı olanlar heç olmasa torpaqdan istifadə etsin. Yəni, mənim yenə də deyirəm, buradan səslənirəm. Bu buğdanın görürsün tökməsinə baxıb bir hansı tökürəm. Orada görürsən zəif, yoxdur. Hal-hazırda deməli, bizim ərazilərdə, kənd yerlərində, kəndlər arasında xəritəmiz ayrılsın, sərhədimiz ayrılsın, pay torpaqlar düzgün verilsin, bulaqlara azadlıq verilsin və kənd cəmaatı düzgün şəkildə istifadə edə bilsin. Ona görə biz düzgün istifadə edə bilmirik, öz başlanalıq olduğu üçün. Elə o vaxtdan torpaqlar bölünüb, bilinmir haradır, aləm dəyib. 1937-ci ilin xəritəsi ilə xahiş edirəm Azərbaycan Respublikasının prezidentindən, Yardımlı rayonu Separadi kəndinin torpaqları ayrılsın, amma hər kəndin özü, yəni torpaqları ayrılsın. Biz öz sərhədlərimizi tanıyaq və müasir koordinatlar gətirirlər, müasir xəritələrlə bizim kəndin əraziləri düşək başqa kəndlərə və biz də davaya düşürük. Və ona görə dava olmasın deyə, əkinçində iri buynuzlu malqara üçün otlaq sahəsi, xırdabaş qoyun keçisi otlaq sahəsi olmur, əkinə yararlı yerimiz olmur. Başlayırıq tərk edilir şəhərə doğru, o binəni, nə bilim, demək olar ki, Sumqaydın yaşıl dərəsində, üfminət olan yerdə, vəhrəm olan yerə cəmaatımız köç edir. Yəni, deməyim bundan ibarətdir ki, bizim kəndin ərazisində torpaqların düzgün bölünməyib, düzgün bölgü geçsin, qonşu kəndlərlə aramızda sərhədlər tanısın. Kəndimdə elə insanlar var, fermeri açmaq istəyir. İri buynuzlu malqara alıb, məsələn, kreditlə götürüb, deməli, kredit götürüb, iri buynuzlu malqara alıb, kənd təsərrüfatına məxsus olan heyvanların sayını artırmaq istəyir.
Baxın, ona görə ki, burada çox çətin vəziyyət olduğu üçün, yəni şərait olmamadığı üçün, torpaqlar düzgün bölünməyib, pay torpaqları, iri buynuzlu malqara örüşü, otlaq sahəsi ayrılmayıb, meşəni meşə kimi ayrılmayıblar. Ona görə burada görür ki, qırğındır, qiyamətdir, öz başınalıqdır və tərk edib gedir. Bax, mən şəxsən neçəsinə şahidəm ki, bizim kənddə neçəsi deyib ki, mən məsələsi gəlmək istəyirəm. Məsələn, mən tutarım 70 qoyun saxlasam, harada otaracam? 30 qoyun saxlasam, hamı 30 qoyun saxlayanda qırğına düşər. O 30 qoyunu hər gün bir yerdə saxlamaq olmur axı, qoyun gəzdirirsən, otlaq sahəsi. Ona görə ki, bax, bunları dövlət nəzərə almalıdır. Şəhərə də köçümün qarşısı alına bilər. Və məsələn, nə qədər insan gəlib burada qoyun malına məşğul olmaq istəyir. Çünki gəldi, qırğın düşəcək. Gündə onlar düşəcək, şəhətçi olacaqlar, idarələrdə olacaqlar, polis bölmələrində olacaqlar. Hamı ilə savaşmasın deyə də onlar gəlib öz işlərini rahat qura bilmirlər. Yəni, bunları düşünün. Mən reallıqda, bax, otlaq sahəsindəyəm, göz qabağındadır. Bax, deyirəm. Görürsünüz, olacağı deyirəm. İyun ayıdır. Söz çoxdur. Bax, şəxsən mən özüm haradasa 100 hektar, 200 hektar, 50 hektar, 60 hektar yer əkmək istəyəm, yer yoxdur. Kimdən alım? Haradan götürüm? Əkib heç olmasa toyuq dəni, heç olmasa baxaram da olmazsa da ot sahəsi. 1 hektardan dolanmaq olmur axı, çətindir.